Yenə də erməni vəhşiliyi, terror dəhşətləri. Qarabağda, Şuşa və Xocalda aşkar edilmiş kütləvi məzarlıqları izlədikcə dəhşətə gəlirik əlbəttə ki. İnsan belə vəhşilikləri necə törədə bilər axı? Başqa birinə zülm verməkdən həzz ala bilər yəni insan. Törətdikləri cinayətlər erməni vəhşiliyinin nəticəsidir. Aşkarlanan kütləvi məzarlıqlarda da məhz biz bunu görürük, bunun təsdiqi var. Elə bu istiqamətdə danışırıq, mövzunu davam etdirəcəyik. Müzakirə mövzumuz təbii ki budur və studiyada qonağım var. Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Haqverdi Mehrabovdur qonağım. Haqverdi müəllim, salam, xoş gəlmişsiniz. Salam. Təəssüflər olsun ki, biz elə hazırda monitorda da təqdim olunan bu görüntülərə şahidlik edirik. Azərbaycan xalqı əfsuslar olsun ki, bax bu görüntüləri izləməyə sanki öyrəşib. Çünki illərlə bizə qarşı, Azərbaycanlara qarşı bu vəhşiliklər törədilib. Hazırda faktlar ortaya çıxır və Azərbaycan dövləti bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırır. Amma mən biraz bunun rəsmi hissəsindən danışmaq istəyirəm. Sonuncu kütləvi məzarlıq məhz Xocalıda və Şuşada aşkarlanıb və istərdim onunla bağlı izləyicilərimizə məlumat verəsiniz. Son məlumatlar, faktlar və rəqəmlər nə deyir? Qeyd eləmək istəyirəm ki, sonuncu kütləvi məzarlıq Xocalı Xankəndi avtomobil yolunun Xocalı şəhər keçən hissəsinin sağ tərəfində Azərişıq ASC-yə məxsus yarım stansiyanın yaxınlığında aşkar edilmişdir. Həmin kütləvi məzarlıqda ən azı 7 şəxsə aid meyit qalıqları götürülmüş yerində, belə deyək də, video görüntüdən də görsənən kimi Səhiyyə Nazirliyinin müvafiq ekspertinin iştirakı ilə, eləcə də Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiya İdarəsinin əməkdaşının iştirakı ilə meyit qalıqları nümunələrə götürülmüş və onlar həmən meyit qalıqları, yəni sümüklər müvafiq məhkəmə genetik ekspertizası təyin edilməklə onlardan bioloji, yəni DNT nümunələri götürülərək eyniləşdirilir və bundan sonra həmin qalıqların kimlərə aid olması müəyyən olunur. Eləcə də ölümün səbəbi və hansı vəziyyətdə ölmələri və qeyd eləmək istəyirəm ki, bir çox təhqiqatlar zamanı, yəni meyit qalıqlarının üzərində aparılmış məhkəmə bioloji təhqiqatlar zamanı müəyyən olunmuşdur ki, məhkəmə tibbi təhqiqatlar zamanı müəyyən olunmuşdur ki, həmin bir çox, yəni bütün insan qalıqları, meyit qalıqlarının ölmə səbəbləri güllə və eləcə də həmin sümüklərin tədqiqatı zamanı müəyyən olunmuşdur ki, sümüklər üzərində zədələr və digər sınıqlar həmin şəxslərin zorakılıqla öldürülməsi qənaəti gəlməsinə əsas verir. Haqverdi müəllim, bu mövzunun üzərində bir qədər dayanaq. Çünki istərdim ki, prokurorluğun əməkdaşı tərəfindən bu məsələyə biraz daha geniş yanaşaq. Çünki aşkarlanır və bu proses necə aşkarlanması haqqında istərdim ki, geniş danışasınız. Baxın, siz vurğuladınız ki, Xocalıda, daha doğrusu Xocalı Xankəndi yolunun üzərində Azərişığa məxsus olan ərazidə aşkarlanıb və bu bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi o abadlıq quruculuq işləri çərçivəsində və yaxud da mina təmizləmə işləri çərçivəsində bu ortaya çıxan faktlardır. Necə baş verir? Siz xəbəri aldığınız andan etibarən müəyyən strukturların əməkdaşları tərəfindən birlikdə yollanırsınız həmin əraziyə və həmin ərazidə təxminən nə qədər davam edir bu araşdırma prosesi, qalıqların daha sonra götürülərək hara təhvil verilir? Bax, istərdim ki, izləyicilərimizə bu məlumatları da biz təqdim edək. Çünki təbii ki, xeyli sayda itkin düşmüş şəxslər var və onların aqibəti hələ də məlum deyil. Yəni, təbii ki, tapılanlar da var, ailələrinə təhvil verilənlər də var və biz bu haqda danışacağıq mövzumuz, verilişimiz ərzində mən buna toxunacağım. Amma istərdim, bax, bu prosesi bir növ izləyicilərimizin diqqətinə çatdırasınız, daha təhlilli. Ümumilikdə bildirmək istəyirəm ki, Baş Prokurorluğun İstintaq İdarəsində Ermənistan Respublikasının hərbi siyasi rəhbərliyinin, silahlı qüvvələrinin və digər hərbi birləşmələrinin Azərbaycan Respublikasına qarşı aparmış olduqları təcavüzkar müharibənin gedişində törətişləri çoxsaylı cinayətlərlə bağlı cinayət işinin ibtidai istintaqı zamanı müəyyən olunmuşdur ki, Ermənistan hərbi birləşmələrinin, Azərbaycan Respublikasının silahlı qüvvələrinin əsir düşmüş hərbi qulluqçuları, eləcə də mülki şəxsləri, yəni bilavasitə döyüş əməliyyatlarında, prosesində bilavasitə iştirak etməyən mülki şəxslər girov götürüldükdən sonra, eləcə də hərbi qulluqçular əsir götürüldükdən sonra onlarla qeyri-insani,
qəddar rəftar edilmiş, işgəncəyə məruz qalmış və bunun nəticəsində 3990 nəfər itkin düşmüş şəxs hesab edilmişdir. Hazırki vəziyyətdə işğaldan azad edildikdən, torpaqlarımız işğaldan azad edildikdən sonra aşkar edilmiş 25 kütləvi məzarlıqda ən azı 199 nəfər şəxsə aid meyit qalıqları, eləcə də 1-ci və 2-ci Qarabağ müharibəsi zamanı Respublikanın 14 şəhər və rayon ərazisində olan 20 qəbristanlıqdakı şəhid məzarlarında 191 şəxsə aid meyit qalıqları, eləcə də işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı aparılan tikinti, abadlıq, quruculuq işləri zamanı müəyyən olunmuş və aşkar edilmiş 198 şəxsə aid meyit qalıqları, bunlar Ağdam, Şuşa, Füzuli, Zəngilan, Kəlbəzər, Laçın rayonlarında aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar, eləcə də Xankəndi və Şuşa rayonunun belə deyək də, işğaldan azad olunan zaman həyata keçirilən təhvil təslim zamanı Ermənistan nümayəndələri tərəfindən 84 meyit kisəsində verilmiş ən azı 128 şəxsə aid meyit qalıqları olmaqla ümumilikdə 716 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülmüşdür. Sualınızla əlaqədar qeyd edeyim ki, dərhal belə fakt aşkar olunduqda Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə əlaqədar prosessual qanunvericiliyin tələbinə əsasən müstəntiqin vəsasəti məhkəmənin qərarı əsasında ekshumasiya istintaq hərəkəti həyata keçirilir. Müvafiq olaraq prokuror kriminalistin, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşının iştirakı ilə, tibbi ekspertin iştirakı ilə həmən meyit qalıqlarından bioloji nümunələr götürülərək onlar eyniləşdirilməsi üçün əvvəlcədən qarşılıqlı şəkildə Azərbaycan Respublikasının əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasında Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə bioloji nümunələr, yəni itkin düşmüş şəxslərin yaxınlarından götürülmüş bioloji nümunələrlə və kodlaşdırılmış genetik nümunələr, genetik profillər, aşkar edilmiş genetik profillərlə uyğunlaşdırılır. Müvafiq ekspertizalar, məhkəmə tibbi, məhkəmə molekulyar genetik ekspertizalar təyin olunur. Hazırki vaxtda da qeyd eləmək istəyirəm ki, İstintaq İdarəsinə daxil olmuş ekspert rəylərlə əlaqədar qeyd olunan müddətdə 170 şəxsin şəxsiyyəti müəyyən edilərək həmin qalıqlar ailə üzvlərinə təhvil verilmiş və dəfn edilmişlər. Haqverdi müəllim, istərdim siz vurğuladınız ki, 25 kütləvi məzarlıq aşkarlanıb işğaldan azad olunan ərazilərdə. Hansı ərazilər olduğunu bir daha diqqətə çatdıraq? Qeyd eləmək istəyirəm ki, bu 25 kütləvi məzarlıqlar deməli Şuşa rayonunun Daşaltı kəndi ərazisində, Xocalı rayonunun Fərrux kəndi ərazisində, Xocavənd rayonu Edili kəndində, Füzuli rayonunun Yuxarı Seyid Əhmədli kəndində, Ağdam rayonunda, Şuşa şəhərində keçmiş həbsxananın yaxınlığında, Xocalı şəhərində Köhnə Xalça fabrikinin yaxınlığında, eləcə də Kəlbəzər rayonunun Başlıbel kəndində, həmçinin Kəlbəzər rayonu Yenikənd ərazisində, Laçın rayonu Şəlvə kəndində, Xocalı rayonu Qala Dərəsi yaxınlığında, Xocalı rayonu Malıbəyli kəndində, Ağdərə rayonu Sırxavənd kəndində, Xocalı rayonu Pirlər kəndinin kəndindən Fərrux kəndinə gedən yolun üzərində, eləcə də sonuncu da qeyd elədiyim kimi Xocalı kəndi avtomobil yolunun Xocalı şəhəri ərazisinə keçən hissəsində Azərişıq ASC-yə məxsus yarım stansiyanın yaxınlığında aşkar edilmiş. Sonuncu 7 nəfərə, ən azı 7 nəfərə aid meyit qalıqları aşkar edilərək götürülmüşdür. Biz bilirik ki, Azərbaycan dövləti məhz öz gücü hesabına, baxmayaraq ki, dünyada bu nümunə var ki, nümunələr başqa ölkələrə göndərilir, nümunələr başqa ölkələrdə araşdırılması həyata keçirilir və s. Amma Azərbaycanda biz tapılan kütləvi məzarlıqlardakı qalıqları özümüz ekspertizadan keçiririk və o yaxınlıq dərəcəsinə uyğun olaraq şəxsiyyətləri müəyyən
olunur və ailələrinə təhvil verilir. Vurğuladınız ki, 170 nəfər artıq təhvil verilib öz ailəsinə. Bir də bax, bu prosesin əhəmiyyətindən istərdim ki, danışasınız. Yaxınlıq səviyyəsinin orada müəyyən olunması və yaxud da Birinci Qarabağ müharibəsi dönəmində analizlərin götürülməsi, o testlərin həyata keçirilməsi var idi. Neçə müddətə qala bilir o testlərin nümunələri? İstərdim bu məqama da toxunasınız və eyni zamanda yeni nümunələr də tələb olunurmu? Bildirmək istəyirəm ki, itkin düşmüş şəxslərin ailə üzvlərindən nümunələr, yəni bioloji nümunələr Azərbaycan Respublikasının əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə götürülür. Həmin nümunələrdən çıxarılan genetik profillər aşkar edilmiş insan meyit qalıqlarından çıxarılmış profillərlə eyniləşdirilir. Müvafiq olaraq həmin meyit qalıqlarının, yəni sümüklər meyit qalıqlarının kimə mənsub olması, neçə nəfərə mənsub olması, ölümlərin səbəbi, eləcə də eyniləşdirilmənin aparılması və digər sualların aydınlaşdırılması üçün məhkəmə tibbi kriminalistik, molekulyar genetik ekspertizalar təyin olunur. Siz də qeyd elədiyiniz kimi bu ekspertizalar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin elmi tədris mərkəzi və eləcə Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin mərkəzi laboratoriyasında aparılır. Həmin laboratoriyalarda aşkar edilmiş meyit qalıqları ilə əvvəlcədən götürülmüş nümunələr arasında, bioloji nümunələr arasında eyniləşdirmə aparılır. Bundan sonra ekspertiza rəyləri Baş Prokurorluğun İstintaq İdarəsinə daxil olunur və eyniləşdirmə tamamlandıqdan sonra şəxsin ailə üzvünə məlumat verilməklə digər prosedur qaydalara əməl olunur. Bir də bir məqama toxunmaq istəyirəm. Biz bilirik ki, Ermənistan vətəndaşlarının hazırda məhkəmə prosesi Azərbaycanda davam edir. Təqsirləndirilən şəxs qismində terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, eyni zamanda Azərbaycan xalqına qarşı, Azərbaycanlılara qarşı amansız qətliam törətməkdə təqsirləndirilirlər onlar və bu məzarlıqlar da daxil olmaqla. Baxın, Xocalı soyqırımı, Başlıbel faciəsi, Bağanisayırım faciəsi və digər faciələrdə əli olan şəxslər də var hazırda təqsirləndirilən qism kimi o müttəhimlər kürsüsündə. İstərdim bax bu məqama da toxunaq, çünki video görüntülər nümayiş olunur orada və o faktlar onlara təqdim olunur. Bu prosesin kifayət qədər obyektiv olması məsələsini istərdim ki, bir növ həm də şərh edə izləyicilərimizə. Bildirmək istəyirəm ki, Baş Prokurorluğun İstintaq İdarəsində Ermənistan Respublikasının belə deyək də, siyasi rəhbərliyinin, eləcə də törətmiş olduqları cinayətlərlə bağlı cinayət istintaqı aparılıb və məhkəməyə göndərilmişdir. Hazırda Bakı Hərbi Məhkəməsində 15 nəfər təqsirlənilən şəxslə bağlı məhkəmə prosesi həyata keçirilir, baxış mərhələsindədir. Onların hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə, cinayət prosessual qanunvericiliyinə, beynəlxalq hüquq normalarına uyğun olaraq qorunmuşdur, vəkillə hər biri təmin olunmuşdur. Eləcə də hazırda məhkəmə prosesi zamanında onların vəkillə konfidensial ünsiyyəti təmin olunur. Proses obyektiv olaraq eləcə də bütün mediaya açıq şəkildə həyata keçirilir. İstənilən şəxs Azərbaycan Respublikasının vətəndaşı digər media qurumunun əməkdaşları prosesdə iştirak edə bilər. Həmçinin qeyd eləmək istəyirəm ki, onların belə saxlanma şəraiti, ailə üzvlərindən əlaqə saxlanması, eləcə də mütəmadi olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi, eləcə də Respublika İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən, onlara Milli Preventiv Qrupu tərəfindən baş çəkmələr həyata keçirilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bütün hüquqları təmin olunur. Onların törətdikləri cinayətlərlə bağlı da qeyd olunan faciələr, hadisələrlə baş vermiş bütün cinayətlərdə iştirakı, onlar təqsirlənən şəxs qismində cəlb olunanlar, ittihamlar verilib və cinayət işi məhkəməyə göndərilmişdir. Hazırda cinayət işi məhkəmə baxışındadır və proses həyata keçirilir. Bir də istərdim ki, siz çünki nitqinizdə vurğuladınız bir neçə dəfə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə işin təşkili məsələsinə də toxunaq. Çünki biz bu prosesi də, necə ki, məhkəmə prosesini kifayət qədər obyektiv mediaya açıq şəkildə həyata keçiririk. Eyni zamanda bu kütləvi məzarlıqların aşkar olunmasında da beynəlxalq təşkilatın
İştirak etməsi kifayət qədər labüddür və səsimizi dünya ictimaiyyətinə çatdırmaq üçün bu yeri gəlmişkən çox yaxşı fürsətdir. İstərdim bax bu işin təşkilindən də danışasınız və istər-istəməz insanda sual yaranır onların fikri. Qeyd eləmək istəyirəm ki, hazırda da belədir, burada göstərilən, eləcə də Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən müəyyən olunan 25 kütləvi məzarlıq, eləcə də həmin kütləvi məzarlıqda müəyyən olunan, qeyd elədiyim kimi, ən azı 716 şəxsə aid ümumilikdə götürülmüş meyit qalıqları ilə əlaqədar qarşılıqlı şəkildə həm Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş şəxs vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə qarşılıqlı şəkildə, yəni həm kütləvi məzarlıqda götürülmüş nümunələr, eləcə də itkin düşmüş şəxslərin yaxınlarından götürülmüş bioloji nümunələrin götürülməsi zamanı, eləcə də onların nəticələrindən bağlı bütün proseslərdə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə geniş əlaqəli şəkildə işlənilir. Onlara bu barədə məlumatlar, yəni saylar, eləcə də prosesin götürülməsində hansı hərəkətlər olunması bu barədə məlumatların və onlar da prosesdə yaxından iştirak edirlər. Bir də bir məqama toxunmağınızı istəyirəm. Əfsuslar olsun ki, dünyada bu cür hallar var, soyqırımı faktları, insanların başına gətirilən faciələr və s. Beynəlxalq təcrübə nə deyir və biz o beynəlxalq təcrübədən istifadə edirikmi? Bəli, biz qeyd elədiyimiz cinayət işləri ilə əlaqədar yetərincə beynəlxalq təcrübədən istifadə eləməklə həmin 15 nəfər təqsirlənilən şəxsin məhkəmədə göndərilmiş cinayət işi ilə bağlı onların təqsirləndirilməsi ilə əlaqədar beynəlxalq təcrübəyə, keçmişdə olmuş Haqa məhkəməsinin qərarlarına, bu kütləvi soyqırım cinayətləri törətmiş cinayət işlərlə bağlı təcrübəyə istinad etməklə onların bu kimi hadisələrlə bağlı onlara istinad etmişik. Eləcə də beynəlxalq biz özümüz müraciət eləyərək onların törətdikləri cinayət nəticəsində Azərbaycan Respublikasına qarşı törətmiş olduqları Azərbaycan həm təbiətə, həm dövlətə vurulmuş ziyanlarla bağlı müvafiq iddialar qaldırılır. Biz hər zaman danışırıq, müharibəmiz başa çatıb, amma informasiya müharibəmiz əfsuslar olsun ki, davam edir və mütəmadi aşkarlanan kütləvi məzarlıqlar bizə onu sübut edir ki, bu birinci deyil və böyük ehtimal sonuncu da deyil. Amma media ilə işin təşkili də burada kifayət qədər önəmlidir. Misal üçün, Xocalı və Şuşada aşkarlanan sonuncu kütləvi məzarlıq da daxil olmaqla Euronews və bir sıra beynəlxalq strukturlar bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırdı və bizim bu ədalət savaşımız bəlkə də dünya artıq görməlidir, bilməlidir. Baş Prokurorluq tərəfindən media ilə, ələxüsus beynəlxalq media ilə iş necə təşkil olunur? Bildirmək istəyirəm ki, Baş Prokurorluğun mətbuat xidməti, eləcə də Beynəlxalq Əlaqələr İdarəsi yetərincə mediada da göstərildiyi kimi istənilən baş vermiş hadisə ilə əlaqədar dərhal operativ reaksiya bildirməklə, eləcə də hazırda qeyd elədiyimiz mövzu ilə əlaqədar aşkar edilmiş kütləvi məzarlıqla dərhal ictimaiyyətə, eləcə də beynəlxalq ictimaiyyətə məlumat verməklə, həmçinin icraatımızda aparılan cinayət işləri ilə əlaqədar zəruri olaraq, zərurət yarandıqda beynəlxalq, yəni hər hansı bir ölkəyə qarşılıqlı əməkdaşlıq şəklində xüsusi tapşırıqlar göndərilməklə, sorğular göndərilməklə onların cinayət işinin obyektiv, operativ aparılması üçün zəruri tədbirlər görülür. Bundan əlavə, Baş Prokurorluğun mətbuat xidməti ölkə ərazisində baş vermiş istənilən hadisə ilə bağlı dərhal əməkdaşlıq şəklində həmin hadisələrə çeviş reaksiya verməklə bu barədə geniş ictimaiyyətə məlumat verir. Haqverdi müəllim, çox sağ olun. Təşəkkür edirik studiyamıza gəlib suallarımızı cavablandırdınız. Çünki bu məsələ həm bizim üçün, həm media üçün, həm Azərbaycan xalqı üçün, izləyicilərimiz üçün də kifayət qədər həssas və vacib məsələdir və aktual saxlamağa çalışırıq bu mövzunu. Yəqin ki, informasiyalar yeniləndikcə biz yenidən sizə müraciət edəcəyik. Çox sağ olun bir daha və vurğulayım ki, studiyada qonağım Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Haqverdi Mehrabovu idi və biz onunla birlikdə
işğaldan azad olunan ərazilərdə tapılan kütləvi məzarlıqlardan danışdıq. Ötən gün Xocalı-Xankəndi yolunun üzərində Azərişığa aid olan bir ərazidə növbəti belə bir kütləvi məzarlıq aşkarlandı və təəssüflər olsun ki, o məzarlıqda da aşkar olunan o kütləvi məzarlıqdan tapılan qallıqlar bir daha sübut edir ki, bizim həmvətənlərimizə qarşı hansı cinayətlər törədilib, misilsiz faciə törədilib və bax bu məsələləri bizim əsas missiyamız ondan ibarətdir ki, dünya ictimaiyyətinin diqqətinə çatdıraq və aktual saxlayaq. Çünki informasiya müharibəmiz qeyd etdiyimiz kimi davam edir.